Bu çox boş söhbətdir. Heç vaxt özümə yaraşdırmaram. İlk əvvəl özümə və peşəmə hörmət edirəm. Danışmadığım müğənnini belə elə gözəl təqdim etdiyim an olub ki, Bugün TV xəbər verir ki, bu sözləri axşamazı açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O, xalq artisti Röya Ayxanın ondan inciməsindən danışıb. Videonu sizə təqdim edirik. Yəni bu boş söhbətdir. Mən sizə deyim, bu çox boş söhbətdir. Mən heç vaxt özümə yaraşdırmaram. Mən ilk öncə özümə hörmət edirəm. Səhnəmə hörmət edirəm, peşəmə hörmət edirəm. Mən olub ki, danışmadığım müğənnini elə gözəl təqdim etmişəm ki. Buna görə Afaq Gəncəlini belə çox pis küsmüşəm və qulağına da və mikrofonla da sözümü cəmaatın içində demişəm. Bir məni qorxdu təqdim eləməyə. Mənə bilirsiniz nə dedi? İndi isə oxuyur populyar Röya. Mən dedim, ay qız, nə danışırsan sən? Yəni, onda mən də deyim ki, indi isə mağazinin aparıcısı 50 il bundan qabaq ki, onlar verilişi falan. Amma səni hamımız Afaq Gəncəli kimi tanıyırıq. Düzdür, sonra bu problemi ortadan qaldırdı. Səhnə bizim üçün, sənətçilər üçün elə bir yerdir. Orada şəxsi münaqişələrə biz yol verməməliyik. O bizim qeyri-professional olmağımızdan xəbər verir və mən çox şükür ki, Röya Ayxan özü də demişdi. Demişdi, Afaqın mənim sənətimdə çox böyük əməyi olub. Deyib, bunu etiraf edib. Bu insan onu səhnədə necə pis təqdim edə bilər? Mənim Röya ilə heç vaxt insidentim olmayıb, şəxsi qərəzliyim olmayıb, hər zaman sevərək bu yaxında onun verilişində onu o cür təqdim edən Afaq. Bəli, sənəti böyükdür, özü şirindir, dili şirindir, şıltaqdır, milyonların sevimlisi. Səhnədə onu necə pis təqdim edər? Yəqin səhv eşidib ya da səhv çatdırıblar ona. Bilmirəm, o vəziyyət, o hal nə olubsa bilmirəm. Elə çatdırıblarsa nə gözəl. Gördünüz, mən danışmadım. Əladır münasibətimiz, çox gözəldir və günü bugünə qədər, hətta verilişdən sonra mənə çox gözəl sözlər yazdı, çox böyük bir sevgi ilə mənə təşəkkürünü bildirdi. Yəni, mən hər zaman qonağıma və yaxud da səhnədə olan, təqdim etdiyim insana həm hörmət edirəm, həm də sevərək onu təqdim edirəm. Mən qeyri-peşəkar Hüsniyyə Salmanova, Samir Əliyev, Bugün TV. Səhnəyə qatım və yaxud. Hələ ki, Röya ilə mənim şəxsi, yəni heç bir insidentim yoxdur.